Her bugün Wolves gelen 9.9 günləməsini bugün yoxlayırıq. Baxa görə oyunda hansı cür dəyişikliklər baş verir. Bizə gələn maçlara başlayaq. Görək oyunda nə kimi dəyişikliklər olub, onlara baxacağam. Təbii ki də buradan Qarabağ qayrasını görək. Qarabağ komandasının heyətinə nəzər yetirək. Görək Qarabağın heyətində hansı cür dəyişikliklər baş verib bu 9.8 gün 9.9 gündələməsinin ardından. Qarabağa hazırda daxil olacağım. Azərbaycan üzərindən görək Qarabağda necə bir dəyişikliklər baş verib bu güncələmə ilə bağlı. Daxil olsun. Hazırda oyuna daxil olacağım. Bəli. Dünya klasmanından seçirəm. Buradan klublar səsindən Azərbaycanı buradan seçək. Azərbaycan. Diğer klublar səsindən Qarabağı seçək. Görək Qarabağın heyətinə necə bir dəyişikliklər baş verib. Kadiborges bildiyimiz kimi sonuncu dəfə 78 idi. Bu dəfə Kadiborges yenə də 77 overall davam edir. Sağ cinat oynaya bilir. Hücumda Kadiborges artıq 76 olur. Əvvəl 78 oldu. Artıq 78-dən 77-yə qədər artıq düşüb Kadiborges. Bunu qeyd edək. Bundan başqa heyətdəki oyunculardan Yankovic 72'de Benzia 76'da Zubirhədə 76'da Andrade 72 olur mövqeyində. Bəhul 70'dir. Matius Silva yenə 73 olur. Tural Bayramov yenə 73'dür. Elvin Cəfərquliyev 70 overall'da. Koçarski 73'dür. Şahruddin yenə 74. Fabian Bontuzki 73'dür. Musa Qurbanlı 69'dur. Redon Çiçada 69 və Nərman Xoçədə 66 overall çıxmağı bacarıb. Marko Veşovicdə 72 olduğunu qeyd edək. Bəlavi Hüseynov artıq bu oyunda sağ bek olaraq göstərir. Yox, bu Abbas Hüseynovmuş. Elə bütün Bəlavi Hüseynovdur. Bəlavi Hüseynov deyəsən oyundan çıxarılıb, yox, oyunda hələ ki var. 30 overall sahibdir Bəlavi Hüseynov. İndi isə gəlin belə bir şeyə baxaq. Görək burada Çempionlar Liqasındakı yeni format necə şəkildə dəyişikliklər baş verib. Burada mesela burada bir dənə şey baxacam burada kubok'a görə kubokda bir dəyişikliklər olub yoxsa yox. Cagliari'yə Milan 2-1 qalib gəlib. Bu heç. Görə kubokda yox, bu turnuva tablosu. Bax görürsünüz artıq turnuva tablosu bura əlavə olunub artıq. Bu böyük ihtimalle bu Çempionlar Liqasında var. Hələ ki təkcə burada bu göstərir. Yəni yarım finaldır və yarım finalda Milan Lecce ilə qarşılaşır. Belə bir güncəlmə oyunu artıq əlavə olub. Bunu diğer üzərində də görmək olar. Görək Çempionlar Liqası falan varsa oranın üzərinə baxmağa çalışacağam indi. Görək bunların hansında biz Çempionlar Liqası formatına kimi gəlib çıxmamız mümkün olub. Təəssüf ki, elə bir formatın olduğu bir yer bizlərə yox deyə baxmaq da mümkün deyil. Amma görürüz ki, nə kimi dəyişiklik olduğunu turnuva formatında artıq dəyişikliklər baş verib. Yəni Çempionlar Liqasında siz artıq 8-ə falan tutduğunuz zaman orada sizdə fərqli cür bir qarşılamalar baş verir. Çempionlar Liqasının təzkiyə yarı final çıxmamız mümkün olmadığı üçün bizə yarı final göstərmir. Burada turnuva tablosundan baxmaq olur. Yəni yarı finalı biz Lecce'nin hazırda keçdik yarı finalda. Bu diğer bir yarı final cütlüğü biraz değişik gösterir. Burada bak Caparezza Cieza maçı. Doğru Atalanta'nı gördük buradan. Buradan 25. turdan Milan Atalanta'nı geçmişti. Daha sonra burada Milan Bayern'i geçip bu şekilde size her şeyi burada göstermiş olur gördüğünüz gibi. Oyunda yine gelen güncellemende gördünüz. Oyunda sadece tek yolun değişikliği. Bu da bir de Qarabağ heyətindəki bəzi oyuncuların ki sadece Kadiborges'də bir artım da yox, əslində azalma baş verib. Yəni gördüyünüz kimi belə bir şeylər hələ ki var. Yəni oyunda sadəcə çempionatında 8-ə finaldan sonra artıq turnuva ağacı deyə və yaxud da belə bir format oyuna əlavə olunmuş olub. Başqa da ki oyunda yeni bir dəyişiklik falan yoxdur. Bunu qeyd edək. İndi isə bu Galatasaray heyəti, yəni Viktor Osimhen yenə burada qalıb. Fenerbahçe'nin heyətini görürsüz. Hələ ki
Sobi dəyişir, oyunda baş verməyib. İndi sizlərlə sağollaşıram. Növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.